Qonşu kənddə Quyqazan Rüstəmin nəvəsi. İstəyirəm onu alın. Allah saxlasın. Salam, necəsiz uşaqlar? Balaca balalardır. Necəsiz, nətərsiniz? Mənə bax, qızım, neçə yaşınız var? Bizim hamımızın 13 yaşı var. 13? Ay, Allah saxlasın belə gözəl balaları. Mənə bax, bu Rüstəm kişi evdədir. Bəli, əmi evdədir. Evdədir. Qaçın, deyir ki, qonaqlarımız gəlib. Qaçın, qaçın. Allah saxlasın sizi. Qasım. İndi həyəcan. Ay Qasım. Hayda. O bayaq danışdığın qız var idi. Hə. Onun üçün evci gəlmiş. Bu uşaqçı. 13 yaşı olan? Nə olub ki? Yaşı azdır. Mənim qardaşımın da yaşı azdır da. 27 yaşım var. Ha. Neçə kişisən, o körpə uşaqdır. Onun bu dəqiqə uzanıb kukla ilə yatan vaxtıdır. Deyirsən onun böyrünə ər uzansın. Hə? O uşaqdır, o həyətdə qaçmalıdır, oynamalıdır. O nə bilir, qaynanaya baxmaq nədir, qaynataya qulluq eləmək nədir, ərə hörmət eləmək nədir. Onun özünə bu dəqiqə oyuncaq alıb verən lazımdır. Sən nə danışırsan? Mən biçirim, sən belə bu uşağa görə qapıya gəlmişsən, heç mən bu qapıya ayaq qoymazdım. Sən mənim canım. Ay gəlmişik də. Sən eləsən, mən belə baxın, sən sözdən zatdan heç nə başa düşən, anlayan adam deyilsən, ha? Mən Qasım Fəhər adam deyiləm. Canım üçün gelib səndən polisə şikayət edəyəm. Ya da səni çırparam, sürüyərəm bu həyətdə. Polisə ehtiyac yoxdur. Atasının ağzını aramış. Razıdır. Nə olsun atası razıdır? O uşaq oxumalıdır, təhsil almalıdır, institut oxumalıdır. O gedib ər evində alnı açıq oturmalıdır ki, mən təhsilliyəm. Sabah İraq olsun, boşananda da ata evinə gedəndə heç olmasa çörəyi olsun, çörəyi qazana bilsin. O özü uşaqdır, sabah ondan siz uşağı istəyəcəksiniz. O nə bilir uşaq dünyaya gətirmək nədir? Tək sən yox, Bütün atalar, bütün analar bilməlidir ki, övladını körpə vaxtı ərə vermək yox, ona təhsil vermək lazımdır, onu oxutturmaq lazımdır. Eşidən biləm, o uşaqsın bu həyətdə vağzalı səslənib, məndən incimə.